Salam əziz izləyicilər, bu videoda DİM-in 20 sınaq kitabından 1-ci qrup üzrə 12-ci sınağını izah edəcəm. Ümumi sınaqdır. Başlayaq 1-ci sualdan. Reaksiya verilib və deyir ki, X halogeni üçün nə doğru deyil? Deməli, reaksiyadan görürük ki, brom həmin X halogenini duzun tərkibindən sıxışdırıb çıxara bilir. Və biz bilməliyik ki, halogenlərdə flor, xlor, brom, yod sırasında hər bir halogen özündən sonrakını duzun tərkibindən sıxışdırıb çıxara bilir. Deməli, buradan belə görünür ki, bromun sıxışdırıb çıxara biləcəyi halogen yoddur. İndi baxaq, yod üçün nə doğru deyil? Bu cür baxmalıyıq. Adi şəraitdə maye haldadır. Xeyr, yod bərk haldadır. Ona görə bir səhvdir. 2-də deyir, həm oksidləşdirici, həm reduksiya edici xassəyə göstərir. Bəli, yod həm elektron verib müsbət 7-yə qədər qalxa bilər, həm də elektron alıb mənfi 1-ə qədər düşə bilər. Ona görə ikinci müddəanı düz götürəcəyik. 3-də deyir, kükürdlə SX6 maddəsini əmələ gətirir. Xeyr, yodun kükürdlə reaksiyası baş vermir. Ona görə də 3 səhvdir. 4-də deyir, su ilə reaksiyaya daxil olmur. Bəli, bu doğrudur. 1 və 3 doğru deyil, cavab C variantı. 2. Baryum və kalsium hidrid verilib. Biri 2 moldu, biri 1 moldu. Su ilə tam reaksiyasından ayrılan hidrogenin mol miqdarlarının cəmini tapmalıyıq. Yəni X plus Y-ın cəmi. Baryumun su ilə reaksiyası alınır. Baryum, hidroksid və hidrogen. Əmsallaşdıracağım. 2 mol vəssalam. Və kalsium hidridin su ilə reaksiyasından da yenə qələvi və hidrogen alınır. Ümumiyyətlə, aktiv metalların su ilə reaksiyası məhsulları hansılardırsa, aktiv metal hidridlərinin də su ilə reaksiyasının məhsulları həmin maddələrdir. Məsələn, kalsiumun su ilə reaksiyasından kalsium hidroksid və hidrogen alınırsa, kalsium hidridin də su ilə reaksiyasından yenə həmin maddələr alınacaq. İndi əmsallaşdıranda suya 2, hidrogenə 2 yazmalıyıq. İndi cədvəldə bizə baryum 2 mol verilibsə, bu reaksiyadan alınan hidrogen də 2 mol olacaq. Və cədvəldə bizə kalsium hidrid 1 mol verilibsə, bu reaksiyadan yenə 2 mol hidrogen alınacaq. X da 2-dir, Y da 2-dir. Cavab 4 olacaq, D variantı. 3-cü sual, hansı maddələr suda yaxşı həll olur deyir. Sulfatın 5 duzundan başqa qalanları yaxşı həll olur. Həmin 5 duz hansıdır? Gümüş 1 sulfat. Yazıram bura. Kalsium sulfat. Stronsium sulfat. Baryum sulfat və qurğuşun 2 sulfat. Bunlardan başqa sulfat duzları yaxşı həll olur deyə bilərik. Yəni X da yaxşı həll olur, Z də yaxşı həll olur. Həm sink, həm maqneziumun sulfat duzları yaxşı həll olur. Karbonatın isə 3 duzundan başqa qalanları çöküntüdür. Kalium karbonat yaxşı həll olur, natrium karbonat yaxşı həll olur və ammonium karbonat yaxşı həll olur. Qalan karbonat duzları çöküntüdür. Yəni həm sink karbonat, həm maqnezium karbonat suda həll olmur. Cavab X və Z-dir. C variantıdır. 4 dənə deyir. Etil spirti üçün doğru ifadələri müəyyən edin. Etil spirti C2H5OH. 425 dərəcədə sink oksid və alüminium oksid iştirakında eten əmələ gətirir. Xeyr. Bu reaksiyanı yazıram bura. Etil spirti 425 dərəcədə sink oksid və alüminium oksid katalizatorlarının iştirakında 2 mol suyu və 1 mol hidrogeni itirərək etil spirtini də başda 2 mol götürməliyik. Əmələ gətirir divinil. Lebedev reaksiyasıdır bu. Yəni, eten yox, butadiyen 1,3 əmələ gətirir. 2-də deyir, sudan yüngüldür. Bəli, etil spirti sıxlığı suyun sıxlığından azdır. Sudan yüngüldür. 3-də deyir, sinif daxili izomeri var. Xeyr, siniflər arası izomeri var. Dimetil efiri etil spirtinin siniflər arası izomeridir. Amma sinif daxili izomeri yoxdur. 4-də deyir, molekullar arasında hidrogen rabitəsi yaranır. Bəli, bu doğrudur. 2 və 4 doğrudur. Biz də
D variantını götürməliyik. 5. Reaksiyadan alınan duzun formulunu və kütləsini qramla müəyyən edin. Deməli, reaksiyaya daxil olan maddələrə baxırıq. Barium hidroksidlə hidrogen bromiddir. Burada həm turş duz, həm əsasi duz, həm də normal duz alına bilər. Şimdi baxıram, baxın. Deməli, barium hidroksidin hidrogen bromidlə reaksiyası əgər 1-in 1-ə nisbətində getsə, əsasi duz və su alınacaq. Amma 1-in 2-yə nisbətində getsə, 2 mol H brom götürsək, buradan bir dəqiqə, mən birincidə niyə kalsium yazmışam? Barium, burada barium yazmaq lazım idi. Aha. İkincidə alınacaq barium brom 2 plus 2 mol su. İndi baxıram. Hidrogen bromid məhlulu. Nü bərabərdir nəyə? S vurulsun V-yə. Molyar qatılıqdan molun tapılması. S-ni veriblər 2 molyar. V-ni veriblər 200 ml. Yəni 10'da 2 molyar. Bu da edir 10'da 4 mol. Və barium hidroksid məhlulunda da yenə nü bərabərdir S vur V yazsaq, yenə də 2 molyardır. Həcm də 10'da 2 litrdir. Yenə 10'da 4 mol olacaq. Reaksiyaya girən maddələr 10'da 4 mol, 10'da 4 mol. Yəni 1-in 1-ə nisbətində gedəcək reaksiya. Birinci yazdığım reaksiyaya baxacağıq. Əgər biz hərəsindən 10'da 4 mol götürürüksə, əmələ gələn duz olacaq. Əsasi duz özü də 10'da 4 mol olacaq. İndi bu əsasi duzun emerini tapaq. Barium hidroksobromid bərabərdir. Barium neçədir? 137 verilib. Hidroksil qrupu 1 plus 16, 17 və brom 80. Nə qədər edir bu? Deməli 154, o da 80, 234. Emeri 234'dür. Amma 10'da 4 mol alınıb. 10'da 4'ü 234'e vuranda nə qədər olur? 93 10'da 6 qram. Yəni alınır C variantı. 6-cı sual. Oksigen və kükürt üçün ümumi olanı tapmalıyıq. Xlor ilə reaksiyaya daxil olur deyir. Səhv deyir. Oksigenin xlorla reaksiyası getmir. Amma kükürdün xlorla reaksiyası gedir. Alotropik şəkil dəyişmələri var. Bəli, oksigen və ozon qazları var. Kükürddə də kristal və plastik kükürdlər var. Azot ilə reaksiyaya daxil olur. Aha. Bu oksigenə aiddir. Yəni, azotun oksigenlə reaksiyası var. Amma kükürdün azotla reaksiyası yoxdur. Çox atomlu bəsit maddə əmələ gətirir. Bəli. Oksigen və ozon əmələ gəlir. Bir də kristal kükürd əmələ gəlir. 2 və 4 ümumidir. Cavab B variantıdır. 7'də deyir, hansı reaksiyalarda X maddəsi natrium hidroksiddir? Baxaq. CH3COO natrium üstünə natrium hidroksid gəlsək, bu hissə ayrılacaq natrium karbonat kimi plus bu hidrogen gəlib birləşəcək CH3'ə, alınacaq metan. Həqiqətən də birinci reaksiyada görürük ki, metan alınıb. Yəni biri götürürük. İkinci reaksiya, alkanın qonşu dihalogenli törəməsinə nə ilə təsir etsək alken ala bilərik? Natrium hidroksidlə mi? Xeyr. Metalla təsir etsək. Məsələn, sink ola bilər, magnezium ola bilər, amma natrium hidroksid ola bilməz burada. Üçüncü reaksiya, etil spirtinə nə ilə təsir etsək aldehid ala bilərik. Burada spirtin oksidləşməsi baş verib. Və spirtin oksidləşməsi mis-2 oksid vasitəsilə baş verir. Yəni 3 natrium hidroksid deyil yenə də. Dördüncü reaksiya elə birinci reaksiyanın mexanizmi ilə eynidir. Bunun da üstünə natrium hidroksid gəlsək, yenə də natrium karbonat alınar və hidrogen gələr fenil radikalına birləşərək onu benzola çevirər. Natrium karbonat plus
C6H6 alınır. 1-4 doğru cavabdır. C variantı. 8. X maddesini deyir, müəyyən edin. Aha. Amonyakın oksigenlə sadəcə temperaturda reaksiyasından nə alınır? Ya da belə deyək, amonyakın oksigenlə ümumiyyətlə iki cür reaksiyası var. Birindən alınır N2 və su. Birindən alınır NO və su. Əslində bunu əzbər bilsək yaxşı olar. Nə zaman N2, nə zaman NO alınır. Sadəcə temperatur olanda N2 alınır, temperatur və katalizator olanda NO alınır. Əmsalları da bu cürdür. Əmsallaşdırıb görürük. 4, 2, 6, 3 və 4, 4, 6, 5. İndi belə deyək. Hər ikisində görürsünüz ki 4 mol amonyak var. Bizə də 4 mol amonyak verilib. Buradan ya N2 alına bilər, ya NO alına bilər. X bəlkə də sudur, bilmək olmaz. İndi görürük ki, burada 12 elektron keçidi baş verib. Yəni, deməli, bu birinci reaksiyada azot -3-dən gedib 0-a. Yəni, bir azot 3 elektron verib. Amma bizdə 4 azot vardı ya, 12 elektron verilmiş olacaq. Həqiqətən də bizə verilib ki, 12 elektron keçidi baş verib. Yəni, buradakı X azotdur. Cavab D-dir. Amma ikinci reaksiya verilsəydi bizə azot -3-dən müsbət 2-yə gedərdi. Yəni, bir azot atomu 5 elektron vermiş olardı və 4 azot atomu 20 elektron vermiş olardı. Yəni, məsələn, burada 20 elektron yazılsaydı, NO-nu götürəcəkdik. 9-da nə deyir? Kükürdlə reaksiyaya daxil olan maddələr. Aha. Nə deyir? Alınan maddədə kükürdün oksidləşmə dərəcəsi. Silisiumun kükürdlə reaksiyasından belə bir birləşmə əmələ gəlir. Və burada silisium müsbət 4, kükürd -2 dərəcə göstərir. A bərabərdir -2-yə. Və bizə deyir ki, A plus B bərabərdir 4-ə. A-nın yerinə -2 qoysaq, B də bərabər olacaq müsbət 6-ya. İndi baxıram ki, kükürd nə ilə reaksiyaya girsə müsbət 6 dərəcə göstərəcək? Fluorla. Kükürd plus fluor, S-fluor 6 alınır və kükürd burada müsbət 6 dərəcə göstərir. Məsələn, kalsiyumla reaksiyada kükürd -2 dərəcə göstərir. Xlorla reaksiyanı bayaq yazmışdıq. Burada kükürd müsbət 2 dərəcə göstərir. Sonra oksigenlə reaksiyada kükürd müsbət 4 dərəcə göstərir. Karbonla reaksiyada kükürd -2 dərəcə göstərir. Yəni, sadəcə B uyğun gəlir. 10-cu sual. 71 qram difosfor pentaoksid 27 qram su ilə reaksiyaya girir. Özdə görürsünüz, burada spirt lampası yanır. Yəni, qızdırıldıqda baş verən reaksiyadan söhbət gedir. Yəni, P2O5-in su ilə 3 cür reaksiyası var. 0 dərəcədə metafosfat, 20 dərəcədə pirofosfat, bizə lazımdır 100 dərəcədə alınan maddə, o da ortofosfat turşusudur. Yəni 0 və 20 dərəcədə spirt lampasına ehtiyac yoxdur. Amma 100 dərəcədə ehtiyac var artıq. Əmsallaşdıranda bura 2, suya 3. P2O5-in emeri nə qədərdir hesablasaq? 62 80 142. 142 qram P2O5 3 mol su ilə, yəni 54 qram su ilə reaksiyaya girir. Və ortofosfatın emeri nə qədərdir? 98. 2 mol 98 196 edir. Elə 142 ilə 54-ü də toplayıb bunu tapa bilərdik. Bizə verilib 71 qram P2O5 və 27 qram su. Üstdəki rəqəmlər görürsünüz ki, altdakı rəqəmlərin yarısı qədərdir. Onda alınan turşunun kütləsi nə qədər olacaq? 196-nın yarısı qədər. Yəni 98 qram olacaq. B variantı doğru cavabdır. 11-də doymuş bir atomlu spirt verilib bizə. Molekulunda karbon atomlarının sayı 4-dür. Əsas zəncirində karbon atomlarının sayı 3-dür. Görəsən bu hansı spirtdir? Doymuş bir atomlu birli spirt. Karbonların sayı 4-dür. Əsas zəncirdə 3-dür.
Deməli, bir karbon şaxə kimi çıxıb və bu spirt birli spirtdir deyə OH-ı birli karbona birləşdirə bilərəm. Yəni, bu karbona OH birləşdirə bilmərəm. Ya buna, ya buna, ya da buna birləşdirə bilərəm. Fərq etməz. Üçündən hər hansısa birinə birləşdirsək bu OH-ı eyni maddə alınacaq. Burada və yaxud burada OH birləşdirsəm eyni maddə alınacaq. İndi hidrogenləri yazsaq. İndi biz birinci, ikinci, üçüncü karbonların dərəcələrini tapmalıyıq. Təbii ki, birinci karbon bu karbondur. Çünki OH birləşən tərəfdən sayırıq. İkinci budur, üçüncü də budur. İndi birinci karbonun oksidləşmə dərəcəsini ona birləşən hidrogen və oksigenlərə nəzərən baxacağıq. Baxın, CH2OH. Burada hidrogenlər müsbət 1, oksigen mənfi 2-dir. Karbona X desəm. X plus 3, çünki 3 hidrogen var. Çıx 2. Bu da oksigenə görə. Bərabər edirəm 0-a. X bərabər olacaq mənfi 1-ə. Cavab ya A'dır, ya B. İkinci karbona baxsaq. İkinci karbonu sadəcə yanındakı hidrogenlə hesablayacağım. Hidrogenlə müsbət 1-dirsə, karbon nə olmalıdır? Y plus 1 bərabərdir 0-a, Y bərabərdir mənfi 1-ə. Təbii ki, karbon burada mənfi 1 olmalıdır. Cavabımız artıq bəllidir. A variantıdır cavab. Üçüncü karbona da baxaq. CH3. Hidrogeni yenə müsbət 1 desək, karbona da Z desək, Z plus 3 bərabərdir 0-a, Z bərabərdir mənfi 3-ə. Keçirik 12-ci suala. Azotun hidrogenlə reaksiyası. Bu reaksiyanın 40 saniyədən sonra azota görə sürəti 10-2 olarsa, reaksiyaya gedən qabın həcmini hesablayın. Aha. Deməli, V bərabərdir delta nü bölünsün, həcm vurulsun zaman. Bu düsturdan istifadə eləməliyik. Bizə nələr verilib? V verilibmi? Xeyr, V-ni tapmalıyıq. Həcmi tapmalıyıq. Tau verilibmi? Zaman dəyişməsi verilib 40 saniyə. Sürət verilibmi? Verilib 0,2 mol bölü litr saniyə. Bir də qrafikdən görürük ki, 40 saniyə ərzində azotun mol sayı 5-dən 1-ə düşüb. Yəni, delta nü bərabərdir 4 mola. Və biz buradan həcmi tapmalıyıq. Delta nü bərabərdir sürət vur, həcm vur, zamandırsa, buradan da həcm bərabərdir delta nü bölünsün, sürət vur, zaman. Aha, indi həll edək. Neynəyəcəyik? 4 bölünsün. 10-2 vurulsun. 40. Nə qədər eləyir bu? 10-1. 2-də nə qədər eləyir bu? 2-də 1. Yəni 10-5. Y variantı. 13. Elementlər X və Y-dir. Qısa elektron formulları verilib. Əmələ gətirdiyi birləşmənin formulunu tapmalıyıq. Görürük ki, X 3s2 formuluna malikdir. Yəni, yerləşir 2A qrupunda və görürük ki, Y 3s2, 3p3 formuluna malikdir. Yəni, yerləşir 5A qrupunda. İndi bu iki element birləşmə yaradacaqsa, təbii ki, biri elektron verməlidir, biri də almalıdır. Hansı alacaq, hansı verəcək? Daha sağda yerləşən Y elektron alacaq, daha solda yerləşən X, yəni daha reduksiya edicidir deyə Y-ə nəzərən, elektron verəcək. X neçə elektron verə bilər? Xarici təbəqədə zaten 2 elektronu var, onları verə bilər. Bəs Y neçəsini ala bilər? Xarici təbəqədə 5 elektronu var, 8-ə tamamlanmaq üçün 3-ünü ala bilər. Bu, verilən və alınan elektronları çarpaz şəkildə indeksə yazsaq, X3, Y2 formulunu alacağıq ki, o da cavabın Y olduğu anlamına gəlir. 14. Hansı reaksiyanın bütün məhsulları oksidlərdir? A bəndində azot qazı və su alınır. Burada biri oksiddir, biri yox. B'də alınır su, karbon qazı və NO2. Bəli, üçü də oksiddir.
C'de nə alınır? Azot qazı, xrom 3 oksid və su. Burada bir oksid deyil. D'də alınır mis, azot, su. Burada sadəcə biri oksiddir. Y'də də alınır azotla su. Yenə biri oksiddir, biri yox. 15 XNO3N termiki parçalanmasından alınan maddələrin sayı bu cürdür. Bir bəsit, iki mürəkkəb maddə alınır. Natrium nitrat parçalasaq nə alınar? Natrium nitrit plus oksigen. Burada bir bəsit, bir mürəkkəb alınır. Kalsiyum nitrat parçalasaq alınacaq kalsiyum nitrit və oksigen. Yenə bir bəsit, bir mürəkkəb. Litium nitrat özünü orta aktiv kimi aparacaq burada litium. Litium oksid, NO2 və O2. Bir bəsit, iki mürəkkəb maddə alınır. Bəli, cavab litium olmalıdır. Məsələn, Cv2 nitrat alınacaq metalın özü NO2 və O2. Burada iki bəsit bir mürəkkəb maddə alınır və gümüş bir nitratın da parçalanmasından civədə olduğu kimi yenə metalın özü NO2 və O2 alınacaq. Nə civə deyil, nə gümüş deyil. 16. R1 və R2 radikallarının birləşməsindən alınan maddəni müəyyən edin deyir. Burada bizə 2 dənə Würz reaksiyası verilib. Birinci Würz reaksiyasından alınır 2,3 dimetil butan. Həmin maddənin formulunu yazıram. Biz bilməliyik ki, əgər Würz reaksiyasında başlanğıcda eyni bir alkil halogenit götürülürsə, simmetrik maddə alınır və bu maddəni tam ortadan iki yerə bölsəm, izopropil radikalı qalır. Deməli, R1 radikalı izopropildir. İkinci reaksiyada normal butan alınır. Bunu da yenə simmetrikdən ortadan iki yerə bölsəm, qalır etil radikalı. Yəni R2 də etil radikalıymış. Bu R1 və R2'nin birləşməsindən nə alınır? Yəni onu da çəkək. Bu R1'dir, izopropil. Və ona bir etil birləşdirirəm. Alınan alkan necə adlandırılacaq? Uzun zəncir, soldan rəqəmləyirəm. Olacaq 2 metil butan. Yəni B variantı doğru cavab olacaq. 17. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Maddələrimizdən biri etilendir. Yazılan formulunu C2H4. Biri də divinildi, alkadiyenlərin sənaye əhəmiyyətli bir nümayəndəsi. Bir də deyir ki, 1 molu maksimum 1 mol brom birləşdirər. Pi rabitəsi 1 ədəd olan etilenlə söhbət gedir burada. Divinilin 2 ədəd pi rabitəsi var. Ona görə divinilin 1 molu özünə 2 mol brom birləşdirə bilər. Birinci müddəa aiddir etilenə. Qaz halındadır. Bu hər ikisinə aiddir. Həm etilen qazdır, həm divinil qazdır. Molekulunda 6 hidrogen atomu var. Bu divinilə aiddir. Özünüz də görürsünüz. Etilendə 4 hidrogen var. Dördüncü müddəa polimerləşir. Hər ikisinə aiddir. Etilen polimerləşərək polietilenə çevrilir. Divinil də polimerləşərək polidivinilə və yaxud digər adıyla divinil kauçukuna çevrilir. Butadiyen kauçuku da deyə bilərik. 1, 3, 2, 4 Y variantı doğru cavabdır. 18. Doymuş mürəkkəb efir X-dır. Molekulunda sigma rabitələr 10'dur. Metil qruplarının sayı 2'dir. Aha. Metil qruplarının sayı 2'dirsə elə metil asetatı yoxlayaq görüm. Bunun görəsən 10 sigma rabitəsi varmı? Bəli. 3 sigma burada, biri burada, biri burada, biri burada, biri burada, üçü də burada. Toplayanda 3, 4, 5, 6, 7, 10. Bəli, elə bu uyğun gəldi. Maddənin adı metil asetat. B variantı. 19'da deyir hansı maddə həm polimerləşir, həm də polikondensləşir. Formaldehiddir. Polimerləşərək poliformaldehidə
çevrilir və fenolla birgə polikondensləşərək də fenol formaldehid qətranı əmələ gətirir. 20-ci sual. Maddə alüminiumdur, kütləsi X. Oksigəndə yanmasından ayrılan istilik 160-dır. Yanma reaksiyasının istilik effekti də 3200-dür. Görəsən, neçə qram alüminium yanır? Gəlin, alüminiumun yanma reaksiyasını yazaq. Alüminium oksid alınsın. Plus Q. Əmsallaşdırsaq, bura 2, bura 3, bura 4. İndi bizə deyir ki, reaksiyanın istilik effekti 3200-dür. Alüminiumda 4 molu neçə qramdır? 4 vur 27, 108 qramdır. İndi deyir ki, neçə qram alüminium yanmalıdır ki, 160 kilojoule istiliyə ayrılsın. Bu tənasübü hesablayırıq, neçə tapırıq? X bərabərdir. 108-i 20-yə böləcəyik. 5,4 qram olacaq doğru cavab. Yəni, Y variantı. 21. X və Y maddələrindən ibarət qarışıq distillə üsulu ilə ayrılırsa, A-nı və B-ni müəyyən edin. Distillə üsulu ilə biz bir-birində həll olan mayelərdən ibarət qarışığı ayıra bilirik. Yəni, X mayedirsə, Y da mayedir. Qarışığın növü də homogendir. Yəni, eyni cinsli. Maye eyni cinsli. Harada var? D variantında var. 22-də deyir, hansı reaksiyada X maddəsi sinkdir? A-da X sink olsaydı, hidroksid yox, oksid alınardı. B-də sink olsaydı, alınardı natrium 2 sink O2. Yəni, natrium sink O2 yox. Natrium 2 sink O2 alınardı. Özdə orada su iştirak eləmir, səhv eləmirəmsə. Yəni, buradakı alüminiumdur, sink deyil. C doğrudur, bəli. Sink su ilə qızdırıldıqda reaksiyaya girərək oksid və hidrogen əmələ gətirir. D variantında X sink olsaydı, dəmir onu sıxışdırıb çıxara bilməzdi. Y'də də X sink olsaydı, duru sulfatla reaksiya gedərdi. Duru sulfatla reaksiya getmir verilibsə, bu pasiv metaldır. 23-də nə deyir? XOH2-ni tam termiki parçaladıqda bərk qalığın kütləsi 20% azalırsa, XF2-nin nisbi molekul kütləsini hesablayın. Aha. XOH2-ni tam termiki parçalayaq. Alınacaq XO və H2O. Bərk qalığın kütləsi 20% azalır. Hə. Deməli, bu bərk maddədir, XOH2. Həmçinin XO da bərkdir. Amma su mayedir. XOH2-nin kütləsini X plus 34 götürsək, oksidi də X plus 16 götürsək, suyun da emeri 18-dir. Hə, burada daha bir rahat yol var. 20% azalma suyun kütləsidir, 18 qramdır. Yəni 18 20%dirsə. Bəs 80% nə qədərdir? 18-dən 4 dəfə çox, 72-dir. Yəni, MrXO 72-yə bərabərdir. Buradan AR bərabərdir 72 çıx oksigenə. Yəni, 56-ya. Və XF2-nin MR-ni deyir, hesablayın. 56 plus 19 vur 2, 38. Bu da eləməlidir 94. Keçirəm 24-ə. Məhlulun həcmi 500 ml-dir. Sıxlığı 1,2-dir. Kütlə payı 20%-dir. Məhlulda duzun kütləsini tapmalıyıq. Əgər həcmi 500 ml-dirsə, sıxlığı da 1,2 qram böl ml-dirsə, M bərabərdir rho V düsturu ilə 500-ü 1,2-yə vuraraq məhlulun kütləsini tapa bilirik. Və məhlulun kütlə payı da 20%-dir deyə 600-ün 20% olacaq 120 qram. Və salam, elə bu, 120. 25. Karbon və silisyumdan ibarət 60 qram qarışıq maksimum 6 mol hidrogenlə reaksiyaya daxil olur. İlkin qarışıqda silisyumun kütlə payını hesablayın.
Karbon ve silisyumdan ibarətdir nə qədər? 60 qram qarışıq. Biz bilməliyik ki, silisyumun hidrogenlə reaksiyası getmir. Amma karbonun hidrogenlə reaksiyası gedir, CH4 alınır, özü də 2 mol hidrogen sərf olunur. Məsələdə deyir ki, 6 mol hidrogen sərf olunur. Tapaq görüm, neçə qram karbon var ki, 6 mol hidrogenlə reaksiyaya girir? 12 qram karbonla 2 mol hidrogen reaksiyaya girir. Deməli, tənasüblə tapırıq ki, buradakı X 36 qramdır. Karbon 36 qramdırsa, silisyum da 24 qramdır. Və biz silisyumun kütlə payını tapmalıyıqsa, omega silisyum bərabərdir 24 bölü 60 vur 100%. Bu da olacaq neçə? 40%. 26. Hansı reaksiyalardan alkin alınır? Birinci reaksiyada halogenlər qonşu deyirlər. Qələvi məhlulu ilə reaksiyadan burada alkin yox, alkadiyen alınacaq. Divinil alınacaq. İkinci reaksiyada dihalogenli törəməyə sink metalı ilə, ümumiyyətlə metalla təsir etdikdə alken alınacaq. Baxın, yazıram. Birincidən alkadiyen, ikincidən alken alınacaq. Bəli, üçüncüdən alkin alınacaq. Alkanın qonşu dihalogenli törəməsinə qələvinin spirtdə məhlulu ilə təsir etdikdə alkin almaq mümkündür. Və dördüncü reaksiya konkret əzbərlik reaksiyadır. Buradan da asetilen alınır. Bu da alkindir. 3 və 4'ü götürməliyik. 27. Uyğunluğu müəyyən edin. X, Y, Z-i qələvi məhluluna əlavə etdikdə ayrılan hidrogenin mol sayına əsasən tapmalıyıq elementləri. Birinci reaksiya sink plus kalium OH. Burada su iştirak etmir. Kalium 2 sink O2 plus H2 alınır. Yəni 1 mol sink götürdükdə 1 mol hidrogen ayrılır. Hansına aiddir? Üçüncü qaba aiddir. Z-ə gedir A. Silisyum plus kalium OH plus su. Burada su iştirak edir. Alınacaq kalium metasilikat plus hidrogen. Əmsallaşdırsaq bu şəkildə olacaq. Yəni 1 mol silisyum götürsək 2 mol hidrogen alınır. Birinci qaba gedir B. Natrium götürsək, natrium qələvi məhlulundakı qələvi ilə yox, su ilə reaksiyaya daxil olmalıdır. Yəni alınacaq natrium OH plus H2. Əmsallaşdırsam 2, 2, 2, 1. Yəni 2 mol natriumla 1 mol hidrogen alınır. 1 mol natrium götürsəm yarım mol hidrogen alınır. Elə bir qab verilməyib bizə. Yəni natrium heç ara getmir. Alüminium götürsək, alüminium plus kalium OH plus su, burada su iştirak edir. Kalium meta-alüminat və nə alınır? Hidrogen alınır. Əmsallaşdırsam 2, 2, 2, 2, 3 şəklində olacaq. Yəni 2 mol alüminium 3 mol hidrogenin alınmasına səbəb olur. 2'ye 3'dürsə 1 mol alüminiuma da 1,5 mol hidrogen düşür. Yəni ikinci qaba gedir alüminium. Dəmir isə nə qələvinin özü ilə reaksiyaya girmir, nə də su ilə reaksiyaya girmir. Ona görə heç birə getməyəcək. Gəldik çatdıq yazılı suallara. Buten 2 molekulunda sigma rabitələrin sayını tapmalıyıq. Buten 2 CH3 CH CH CH3 sp3 sp2. Aha, buradaki karbonlardan ikisi sp3'tür, qıraqda olanlar. Və ortada olanlar sp2'dir. Yəni 2 qat rabitənin ətrafında olanlar sp2'dirlər. sp3 ilə sp2 arasında da 2 dənə rabitə var. 2 dənə sigma rabitəsi var. Daha sonra deyir sp3 ilə s arasında. Baxın, buradaki hidrogenlərin hamısı s-dilər. sp3 ilə s arasında da 3, 3, 6 dənə sigma rabitə var. sp3 karbonlara birləşmiş hidrogenlərin sayı qədər. sp2 ilə s arasında isə sp2 karbonlara 2 dənə hidrogen birləşib.
2 dənə sigma rabitə də burada var. Sonra 29 kibritin yanma reaksiyası verilib. Əmsallaşdırmalıyıq və oksidləşdiricinin əmsalını tapmalıyıq. Kalium xlorat plus fosfor alınacaq kalium xlorid və difosfor pentaoksid. Burada kaliumun dərəcəsi dəyişməyib. Xlor müsbət 5-dən mənfi 1-ə düşüb. Fosfor 0-dan müsbət 5-ə qalxıb. Yəni xlor 5-dən əgər 1-ə düşübsə mənfi 1-ə 6 elektron verib. Daha doğrusu alıb. Fosfor 0-dan müsbət 5-ə gedib. Özü də fosforun indeksini nəzərə almalıyıq. 2 dənə fosforda baş verib bu. 10 elektron verilib. 6 ilə 10-u bərabərləşdirmək üçün 6-nı 5-ə, 10-u da 3-ə vurmalıyam. Və aldığım əmsalları yazıram. 5-i yazıram xlor mənfi 1-ə, 3-ü yazıram fosfora, indeks olan tərəfə. İndi sağda 6 fosfor varsa, solda da 6 olmalıdır. Kaliumlarda 5 olmalıdır. Oksigenə görə yoxlasaq, bəli, düz əmsallaşdırmışıq. Oksidləşdiricinin əmsalını yazın deyir. Oksidləşdirici dərəcəsi azalandır. Yəni kalium xloratdır. Bertolli duzudur. Əmsalı da 5. Son suala çatdıq. 30-da metilamin və metan verilib bizə. Metilamin CH3NH2-dir. Metan CH4-dür. Bu qarışığı xlorid məhlulundan keçirdikdə görürsünüz ki, 4,48 litr metan heç nə olmayıb, çıxıb qabdan, çıxıb gedib belə deyək. Amma metilamin qabda ilişib qalıb. Şərtdə də deyir ki, öncə reaksiya tənliyini yazın, yazaq. Metilaminin xloridlə reaksiyası metilamonium xlorid duzunun alınması ilə nəticələnir. Əmsallar hamısı 1-dir. H-xlor tam sərf olunubsa, ilkin qaz qarışığında metanın həcm payını hesablayın. Baxın, məhlulda 400 qram 7,3 faizli xlorid məhlulu var. 400-ün 7,3 faiz edir 29,2 qram. Və H-xlorun emeri nə qədərdir? 36,5-dir. Bunları topladıqda. Və baxıram, 36,5 əgər 1 moldursa, 29,2 neçə moldur? Bu eləyir 0,8 mol. Yəni bu reaksiyaya 0,8 mol H-xlor sərf olunubsa, elə metilaminin də mol sayı 0,8 olub. Daha sonra nə deyir? Qabdan uçub gedən metana baxın, 4,48 litr metandır. Bu neçə mol deməkdir? 0,2 mol deməkdir. Yəni bizim qarışıqda 0,2 molda metan olub. Tapdıq. 0,8 mol metilamin var, 0,2 mol metan var. Metanın həcm payını necə tapacağıq? 0,2-ni bölməliyik, ikisinin cəminə faizə çevirməliyik. Olmalıdır 20%. Və bu da sonuncu sualın cavabı. Bununla da artıq bu sınavda olan bütün sualları izah etdim. Növbəti videolarda görüşənədək salamat qalın.